Məsmənin bir qohumu vardır, bir qohumu var. Danışmaq istəyir oynan. Buyurun, eşitirik sizi. Alo. Bəli, salam. Hər vaxtınız xeyir Elçin bəy. Salam, xoş gəldiniz. Siz necə qohumsunuz? Olsun. Mən uzaq bir tanıdıq bir adamam. Neçə gündür baxıram o verilişə. Orada düzgün olmayan bir nüanslar Deyirəm, var. xanım, özünüzü təqdim edin. Siz bu qadının necə qohumusunuz? Uzaq bir qohumuyam. Uzaq bir qohumusunuz. Bəs yaxşı, bu qızın atadan qalan evi bölüləndə, satılanda nə əcəb siz indiki kimi belə cəmfərşanlıq göstərmədiniz? Bax, görsən nə yaxşı. Mən onu deyirəm. Yox, mən onu deyirəm. Bilmədiyiniz şey var. Siz Məsmə xanıma çox inanırsınız. Yəni, bütün sənədlər göndərilir. Mən olanları deyirəm, araşdırıb gedib Səlyana özünüz də araşdıra bilərsiniz. Afət xanım zaten araşdırıb hər şeyi ortada, amma siz ona inanmırsınız. Mən elə görürəm. İndi də baxıram verilişə. O ev satılıb rəhmətli Almaz xanımın sağ olan vaxtı. Böyük bir summa, borcları oldu. Hamının başına gələn bir hadisədir. Hamının borcu xərci ola bilər. Onun ev anası sağlığında satılıb. Onun bacılarına oradan heç bir şey düşməyib. Ondan qalmış ki, Məsmə xanım olan. Fikir versən. Gedib Demək, sən anan sağ olanda mülkiyyətçi sənin anan olub. Evi də anan satıb. Bir danışa bilərəm. Buyurun. Biz oradan köçməmişik. Bizi Uçaskov və ərzə yolu ilə köçürdü. Başqa şeydən danışmaz. Bax, görsən qadın nə deyir? Sən bizi aldatdın indi. Xeyr. Sən dedin ki, mənim anam öləndən, elə demədi, bacılarım evi satdılar. Mən nə deyirəm? Ben deyirəm, Afət xanım gedib evi çəkmədi. Bilmirik, ev satılıb, yazalıq qoyulub. Mən birinci dəfə gələndə eləncə demişdim. Qadın deyir, eviniz satılıb, anan sağlığında satılıb. Hə, xanım? Ev anası sağlığında satılıb. Niyə? Nə hadisə baş vermişdi? Niyə görə? Niyə görə satılıb? O öz şəxsi problemləridir. Hər ananın, ana özü satıb, öz probleminə görə. Borc olub, xərc olub, böyük bir summa. Onu ana satıb, onu heç kəs ona qarışa bilməz. Bəs niyə bacılarımı yazıları şəhər etsən? Vaxtda da baxa bilərsiniz. Anası nə vaxt rəhmətə gedib, ev nə vaxt satılır. Bəs bacılarımı yazıqları niyə şəhər etsən? Hamısı yalandır. Çünki Əbilov Rövşən adında Bakı xələcində inspektor Rövşən yaşayır. Əbilov Rövşən. İndiyənəcən ona kredit borcu ödəyirlər. Mən kağızı görmüşəm, üstündə yazılır. Kim? Bacılarım kredit borcu ödəyir. Çox qarışıq məsələdir. Məsələni müraciət edə biləcəm. Onlar Bakı xələcinə. Kredit ödəyir, onun öz işidir. Yox, deyirəm tutulublar, nə ediblərsə. Gəlin dedi ki, bəlkə tutulublar, gəlin məndən borc alıblar, mənə borcumu vermirlər. Bunlar başqa-başqa mövzulardır. Biz indi sizin ananızın evindən sizə pay üçün fikir mübadiləsi elədik. Deyirəm, hərə bir də söz deyir də, mən bilməm baxar. Anan da deyir ki, anan sağlığında evi satmışdı yoxsa yox? Məcburi qol çəkmişik, biz hələ belə qol çəkməmişik. Anan sağ idi də, mülkiyyətçi olub da, anan olub da. Satılıb da, ana borc olub küllü miqdarda. Gəlib yapışırlar ananın boğazından ki, pulu ver. Qadın da deyir, pulu verə bilməyib, hamının başına iş gəlir də, qadın onu deyir. Bu da evi satıb, sən də qol çəkmişsən, indi bilərəkdən, bilməyərəkdən. Amma mülkiyyətçi evini satanda evladlar mütləq qol çəkməlidir. Razılıq veriblər. Razılığı da əgər bu rəyə qədər olan dövrə təsadüf edirsə, burada heç bir pozuntu yoxdur. Çünki əmlakçı özü gedib satır, ixtiyarı çatır buna və evdə qeydiyyatda olan və yaşayanlar sadəcə razılıq ərizəsi verib ki, satılsın. Amma müəyyən olunsa ki, girov qoyulub, dediyi kimi, o başqa mənada artıq müzakirə olunacaq. Bəli, girov qoyulub. Bəli, deyə bilmərik, biz ehtimallarla ehtimallarla danışırıq. Bəs onda niyə demirdin ki, girov qoyulub? Bəs bayaq dedin ki, bacılarım satıb? Mən birinci dəfə verilişə gələndə dedim. Dedim, bilmirəm, dəqiqləşdirir. Ya satılıb, ya da zalog qoyulub. Deyirəm, Əbilov Rövşən adında, inspektor Rövşən Siz imza çəkəndə baxmırdınız, nəyə çəkirsiniz? Siz bizə dəqiq deyin, girov qoyulub, yoxsa satılıb ev? Ev satılıb. Ev satılıb. Bəli. Gedib araşdıra da bilərsiniz. Bu dəqiqə o evini kirayə qalırlar. Satan adam, alan adam evdə özü yaşamır, evi kirayə verir. Ev qanunu satılıb. Neçənci ildə satılıb? Anası ölməmişdən qabaq. Ana sağ idi, ana ölməmişdi onda ev satılıb. Yəni araşdıra da bilərsiniz Səlyan Cətindən. Nə bilirsiniz? Təxmini ili bilirsiniz, təxmini ili? Təxmini ili, məncə olar 3 il olar. 3 il olar. 3 il bundan qabaq anası sağ idi də. Və sonra bu ev satılandan sonraki evin adam gəl, siz hara getdiniz? Anamın dayısının önü. Ev boş idi də, ölməmişdən qabaq. Ananın dayısı evdə getdiniz, anan büyükdə, hamımız getdiniz ora. Bacılarınız amma ailəsi var idi, köçmüşdü, onlar ərdə idi. Birinin ailəsi var idi, ikincinin yox idi. Hə, getdiniz ora, orada yaşadınız, dayınızın evində. Ananız da orada yaşayır. Demək ki, ev əldən gedib də.
Yoxsa anonuz getsin siz də götürüb dayınızın evində niyə qalsın ki? İşte de kalmış Elgiz o Bey. da pul yok idi. Ay sonra ev satılıb da, qadın ev ev satıb da borcunu verib. Qadın ziyan eləyib. Ancaq bizə başqasının gəlinin önündə oturduğuna görə gəldi dedi ki, bir tədbir görün, olmasa özümüz tədbir görəcəyik, bacı olsun. Bəli, bacı gedib gəlinin önündə otururmuş, gəlinin dəyəri pis işlərlə məşğul idi. Deyir ki, gəlib bizim öydə iş adı ilə oturur, əl çəkmir bizim öydə, tədbir görün. Uçaşkovu gəldi, ərzə yazdılar, qovladılar oradan. Məsmə xanım, siz razılığı notariusda vermişsiniz, yoxsa bankda gedib imzalamısınız? Yox, notariusda. Notariusdadsa yəqin ki, alqı-satqısına razılıq vermişsiniz. Alqı-satqı. Çünki bankda olanda girov olur. Yəni siz alqı-satqıya razılıq ərizəsi Yox, vermişsiniz. xanım, üzr istəyirəm. Notarius Deyirəm, bankda girova pul. necə, Həmin nəyə momentdə də əsasən? bankda pul ödəyiblər də. Yenə də sorğu verib örgənmək olar, Demək. amma hamı deyirsə ki, məsələ. sağlıq dövründə Onlar özləri üçün satılıbdır. polis vəkil tutublar, olasını işləyiblər. Onlar getməyiblər xəstəxanaya. Mənim üçün Səlyan işləyir, deyir ki, biz gəlir bizi bezdirir, hədəliyir ki, gəl bazım üçün iş görün. Ona görə göz salıblar mənə ruhu dispensera.